qayıdandan sonra üzümdə qanaxma görmüşəm, yaranın altında. Mərkəzə yaxınlaşmayıb, gedib başqa yerdə müdaxilə elətdirib. Və prokurorluğa da dediyim kimi müraciət eləmişəm. Mən geriyə çəkilməyəcəm. Barometrin qaynar xəttinə bu dəfə İnci Babayeva tərəfindən şikayət daxil olub. O bildirir ki, iyunun 17-sində üz gərdirmə əməliyyatı keçirib. Lakin əməliyyatdan bir neçə gün sonra İnci Babayeva kəskin ağrılar hiss etməyə başlayıb. Əməliyyat Billur Estetik Mərkəzində özünü həkim kimi təqdim edən və sosial şəbəkələrdə xəstənin əməliyyat prosesində rəqs videoları ilə tanınan Gülbədə Abdullayeva tərəfindən həyata keçirilib. Əməliyyat vaxtı üzümdə gedən proseslərdən xəbərdar olmuşam. Hətta mənlə paralel başqa bir xanım orada bədən şəkilləndirmə əməliyyatı olmuşdu. Çıxmışdı əməliyyatdan, sistem altındaydı. Biz ondan söhbət eləyirdik. Belə bir əməliyyat keçib, yəni yelli çeyitməklə. Yəni bunu sizə niyə deyirəm? Çünki əməliyyatlar bir yerdə olur orada. Eyni otaqda, bir otağın içində bir neçə nəfərə əməliyyat eləyirlər. Evə qayıdandan sonra üzümdə qanaxma görmüşəm, yaranın altında qanaxma görmüşəm. Şəklini çəkib göndərmişəm, yazışmalar da durur telefonda. Şəklini çəkib göndərmişəm, normaldır yazıb. Başımın üst hissəsinin çey olduğu vaxt üzümün burasında hələ ki çey yox idi. Gün ərzində başımın çeyliyi açılandan sonra dodağımın sağ hissəsində çeylik əmələ gəlib və hələ də burada çeylik var. Bilmirəm sinirlərimə toxunublar, necədir bilmirəm. Onu sabah Səhiyyə Nazirliyinin ekspertizasından keçəndən sonra biləcəm. Proseslə bağlı kartdan karta köçürməklə 375 manat ödəniş eləmişəm. Bununla bağlı mənə heç bir çek tələb olunmayıb, ancaq öz bank proqramında olan çekdir. Axşam kəskin ağrılarım olub, yazmışam özlərinə cavab verən olmayıb, məcbur qalmışam, skoru çağırmışam. Skor mənə plastik cərrahiyə müdaxilə eləyə bilmərik deyib. Amma ağrı kəsici vurub gediblər. Gecə onlar gedəndən sonra səs atmışam ki, axı mən sizə bundan sonra necə güvənim? Mən deyirəm, mənim ağrılarım var, siz mənə cavab vermirsiniz. Səhər mənə durub bir minnətlə səs atıblar ki, gecə o vaxt yatmışdıq da, xanım, bu normaldır. Xanım, gecə 12-nin yarısı yazmışsınız və zəng eləməmişsiniz, sadəcə mesaj atmışsınız. O saatda mən yatmışam. Evdə yatmışam mən o saatda və mesajınızı da görə bilməmişəm buna görə. Yəni normal bir şeydir bu. Siz hansı xanımsınız, nə əməliyyat olmuşsunuz? Temporal qıcaq gəlinmə. Bu da normal bir şeydir. Temporal qıcaq gəlinmə olmuşsunuz. Ağrınız olması normaldır, yəni əməliyyat olmuşsunuz. Yəni əlinizdə bir şey kəsəndə neçə gün yer ağrıyır, o ki qaldı temporal. Qofein, nimensil, ketanan, ağrı kesicilərdən birini içirsiniz, çıxıb gedir. Özü yox, asistanı ancaq mənə belə göstərişlər verib. Cərraha demişəm, mən qorxuram da burada nəsə proses baş verir ki, belə ağrıyır bu. Cərrah sadəcə bu sabah onsuz da mən prokurorluğa da müraciət eləmişəm, sabah onsuz da ekspertizadan keçəcəm, hamısı məlum olacaq. Bir dənə sadəcə bu bandajı açaraq həssas olanlardan üzr istəyirəm. Baxın, mən digər tərəfdə də bu var. Canlı yayımlar açıb, yarıya müdaxilə elədiyimi deyirlər. Mən bunlarla bağlı, boş-boş fikirlərlə bağlı ümumiyyətlə heç nə demək istəmirəm. Qanun var, qayda var. Rəsmi qaydada dünən Nəsimi rayon prokurorluğuna şikayət eləmişəm. Məsələnin nəzarətdə saxlaması üçün bu gün gedib baş prokurorluğa cənab Kəmran Əliyevə ərizə yazmışam. Sabah ekspertizadan keçəcəm. Ekspertizadan məlum olacaq ki, bu yaralarım müdaxilə olunub ya olmayıb. Məsələ ilə bağlı Billur Estetik Mərkəzinə müraciət etdik. Qurumun mətbuat katibi Mirkənan Seyidov bildirdi ki, İnci Babayeva mərkəzdə üzgərmə əməliyyatı keçirib və əməliyyatdan sonra tibbi protokollara uyğun olaraq tikiş nahiyəsi bağlanıb. Pasiyentə bütün zəruri tibbi göstərişlər təqdim olunub.
Əməliyyatdan sonra pasiyentə yara sarğısına müdaxilə edilməməsi, sarğının vaxtından əvvəl çıxarılmaması və sağalma dövründə həkim tövsiyələrinə ciddi əməl olunması barədə dəfələrlə xəbərdarlıq edilib. Klinikanın əldə etdiyi məlumatlara görə, əməliyyatdan təxminən bir gün sonra yara sarğısı pasiyentin yaxınları tərəfindən çıxarılıb və bu müdaxilə nəticəsində qanaxma baş verib. Sonradan yaranmış vəziyyətin həkim səhlənkarlığı kimi təqdim edilməsinə cəhd göstərilib. Klinika isə bu iddiaları qəbul etmir. Gecə saat 2-də 3-də zəng eləyə bilər. Ona kimsə cavab verməməyi normaldır, çünki iş saatı deyil. Amma səhəri günü mərkəzə yaxınlaşa bilərdi. Mərkəzə yaxınlaşmayıb, gedib başqa yerdə müdaxilə elətdirib, onun da inşallah ekspertizə təyin olunacaq, cavab veriləcək. Yox, cavab verilmir sözlərlə. Səslərdə dəvət eləmişik ki, gəlin. Mesajlarına cavab verilib, dəvət olunub bura, özü boyun qaçırıb ondan. Xanım qeyd edir ki, sizdən geri dönüş almayıb və heç bir dəvət almayıb. Telefonumuzda var. Yox, əzizim, bizim o doktorun ona yazışması var, bütün yazışmalarda bizdədir. Bəli, zəhmət olmasa bu nömrəyə o yazışmaları göndərə bilərsiniz. Əlbəttə göndərə bilərik. Və sizin sertifikatınız var bu fəaliyyətlə bağlı? Bəli. Zəhmət olmasa onu da çəkib göndərərsiniz. Dövlət sənədini biz heç yerdə təqdim eləmirik. Ancaq səhiyyə gələndə, hansısa dövlət qurumları çağıranda, yəni mediaya əzizim, dövlət sənədləri təqdim olunur. Hansısa qurum çağıranda dövlət sənədləri orada təqdim olunur. Gördüyünüz kimi bizə qeyd etdilər ki, siz 2-də 3-də yığmısınız. Mən onlarla 2-də 3-də əlaqə saxlamamışam, göstərə də bilərəm. Zəhmət olmaz. Axşamınız xeyir, ağrım var mənim, dəhşət, dodağımın sağı da çeyib. Bu mesaj gedib saat 22:08-də və sonra skoro gəlib gedib 23-29-da mən onlara bundan sonra necə güvənəcəyimlə bağlı belə deyim, səs atmışam. Onlar mənə səhər cavab veriblər. Bəs sizin son olaraq istəyiniz, tələbiniz nədir? Mənim istəyim məndən sonrakı xanımların, həmin o dırnaqarası həkim Gülbədənin, bunu dırnaqarası deyirəm, çünki bunu mən demirəm, Səhiyyə Nazirliyi təsdiqləyir ki, o adamın lisenziyası, diplomu yoxdur. Dırnaqarası həkimin qurbanlarının olmamasını istəyirəm və prokurorluğa da dediyim kimi müraciət eləmişəm. Mən geriyə çəkilməyəcəm. Onların mənə elədiyi heç bir şantaj, heç bir hədə-qorxu, şəxsi həyatıma müdaxilə, bunların heç biri məni geriyə çəkməyəcək. Mən heç kimdən qorxmuram, çəkinmirəm, qorxacaq yerim yoxdur. Nə eləsələr də geri durmayacam. Qanuni qaydada, qanun çərçivəsində qanun nə deyirsə, onunla bağlı da cavablarını almalarını istəyirəm. Təzminat o artıq məhkəmə prosesində ondan vəkilim məşğul olar.